Salam dostlar. Gördüğünüz kimi al kırmızı laleliyin için dövüş. Bu al kırmızı lalelerin Görəsən qoxlasam bu lalələri, ətrini duyaram mı şəhidlərimi? Görəsən öpsəm ləçəklərindən, nəfsini duyaram mı şəhidlərimi? Aparar sorağımı şəhidlərimə, deyərmi ziyarətinə gələnlər oldu? Deyərmi ey şəhid? Şəhid olduğun gündən yandı bu xalqının da. Yandı qəlbi qovruldu. Görəsən duyur mu lalələr bizi? Görəsən eşidir səsimizi? Bəs şəhidlərimiz, bəs onların ruhu, görəsən indi səmadan seyr edir bizi? Ey gözəl lalələr, vətən torpaqlarının şəhid qanı tökülən o müqəddəs yerlərində bitən lalələr, çatdırın səsimizi şəhidlərimizə, deyin darıxırıq onlarsız bizdə. Çatdırın səsimizi şəhidlərimizə, deyin unutmamışıq, yaşayırlar qəlbimizdə. Bugün biz hal-hazırda Füzulinin Alxanlı kəndindəyik. Hansı ki 4 il əvvəl, 5 il əvvəl həsrəti ilə yaşadığımız torpaqdayıq. Bugün bu lalələr bu torpaq uğrunda qanını tökən oğulların qanı düşən yerdə bitib. Düşmən tapdağı altında əsir qalmış, illər sonra o qəhrəmanların sayəsində azadlığına qovuşmuş yerdə bitib. Biz onları qopartmağa qeymiriq. Biz onları öpüb qoxlayıb, qəhrəman oğulların qoxusunu axtarırıq lalələrdə. Onlar bizə şəhidlərimizin əmanəti, şəhidlərimizin ayaq basdıqları torpaqda, bu torpaqları gözəlləşdirən gözəl, seçən, əziz, dəyərlidir. 44 günlük vətən müharibəsindən sonra Xarı bülbül necə ki Şuşada şəhidlərimizin simvoluna çevrilmişdi. Bugün Füzuli torpağında bax bu lalələr bizim ən sevdiyimiz çiçəyə çevrildi. Bizim ən qəlbimizi oxşayan, gözümüzü oxşayan çiçəyə çevrildi. Ey mənim şəhidlərimin ruhu, ruhunuz qarşısında baş əyirik. Biz bugün bu torpaqlarda azad gəzə biliriksə, bunu sizə borcluyuq. Haqqınızı bizə halal eləyin. Amin.